Maqnit qasırğası bəli, əlbəttə ki, sağlamlığa təsir eləyir. Elə hal-hazırda bu dəqiqə mənim başım ağrıyır. Çox pis təsir eləyir. Yəqin ki, nə bilim, ekologiya ilə bağlıdır bu, belə. Bizə nə deyə bilərəm? Bəs bu cür hallarda nə edirsiniz? Adətən dərman çirik, adətən nə bilim, belə. Sakitləşdirici dərmanlar çirik, belə. Ona görə, nə bilim, çox havada gəzirik. Havada ona görə gəzirik ki, bəlkə, nə bilim, təmiz hava alaq, axşamlar tərəfi olur o da. Amma belə maqnit qasırğası çox təsir eləyir insana. Alimlər geomaqnit fırtınalarının insan sağlamlığına və ümumi vəziyyətə əhəmiyyətli təsir göstərəcəyi barədə xəbərdarlıq edirlər. Kosmik hava mərkəzlərinin proqnozlarına görə 2-30 may tarixləri arasında dəfələrlə maqnit fəallığının artması gözlənilir. Meteor həssas insanlara təsir göstərir. Depressiya olan insanlara. Əlbəttə ki, təsir göstərir. Yəni istər-istəməz o təsir göstərir. Sizin özünüzdə olub bu hal? Müəyyən qədər bəli, məndə də olur. Həkimlər deyirlər ki, maqnit qasırğası zamanı insanlarda halsızlıq, yorğunluq, ürək bulanması, təzyiqin yüksəlməsi, ürək döyüntüsündə artma şikayətlərinin çoxalması, bəzi xəstələrdə isə şəkərin yüksəlməsi kimi hallar müşahidə olunur. Uşaqlarda və 65 yaşından yuxarı şəxslərdə daha çox müşahidə olunur. Eyni zamanda hər hansı bir xronik xəstəlikdən əziyyət çəkən insanlarda bu simptomlar özünü daha qabarıq şəkildə göstərir. Xüsusən də şəkərli diabetin əziyyət çəkən insanlarda, ürək-qan damar sistemi xəstəliyi olanlarda, yüksək təzyiqi olanlarda, qalxına bənzər vəzi xəstəlikləri olan insanlarda bu simptomlar özünü biraz daha qabarıq şəkildə göstərir. Ona görə də bu insanların maqnit qasırğası olduğu dönəmlərdə dərmanlarını mütəmadi olaraq qəbul etməlidirlər. Hər hansı səhhətlərində problemi varsa mütləq həkim nəzarətində olmalıdırlar. Bu dönəmlərdə açıq havada vaxt keçirməyi maksimum dərəcədə azaltmalıdırlar. Çoxlu miqdarda su, maye qəbul etməlidirlər. Mütəxəssislər onu da qeyd edirlər ki, bu vəziyyətdə vətəndaşlar üçün səhər 11-ə qədər, axşam saat 5-dən sonraki zaman intervallarında açıq havaya çıxmaq üçün ən ideal zamanlardır.